düşər sizdən. Biz ikimiz ayakkabı alansa sevinirdik. Ananın, atanın verdiği qayğını, nəvazişi hansı bir yadadan verə bilər onu? Heç kəs. Allah bunu qızıldan eləyir. Müəllim tutur buradan baba səsi qışqırırdıq. Badam ağacı çıxırdıq. Müəllim gəlirdi, çıxırdı, tuturdu buramdan, baba anqırırdıq da. Eşek balası kimi, it balası kimi zingilləyirdik. Hayımızda çalan yox idi imtahan məktəbində. Başıma belə vururdu. Qappaz dıppız. Qappaz yürüdüm belə vururdu başımıza. Dıppız yürüdüm belə vururdu başıma. Başım şişə idi. Allah onları zərər eləsin. Nə, zülümləri mən görmüşüm. Məni qınayanın anası, atası, mən gördüm əzir çəksinlər. Ondan sonra mənim ürəyimdə sürçərlər. Tuturdu baba ilə başıma, anqırırdım. Zıngıldayırdım it balası kimi. Nə ana, nə ata, nə anatı kimi baxırdılar. Məni qınayanların alıp balaları mənim çəkdiyim günü çəksinlər. Bir gün görmədim Allah'ın altında. Allah mənim ürəyimdə, mənim tezliyin canımı alsın bu həyatdan. Ayakkabını çıkardırdı. Tuturdu belə. Burası da taxta ayakkabıydı. Lan başıma vururdu. İmtihan məktəbi. Yalnız Allah olan balalarına zulüm versin. Allah onun balalarına çekirsin. O məktəb direktorlarını, müəllimələrini, o zulüm veren, uşaqlara zulüm verenlərini. Elə şeylə vurmuş ki, burnundan 2 saat qan dayanmamışdı. 2 saat qan əsir koymuşlar belə burnuma ki, qanı kəsildi, bu uşaq qanı kəsildi. Qanım kəsmirdi. Klapanlar partlatmış dişillərin əlindən. Nadişli eləyəndə taxtan başımıza belə vurdu. Hətiş verib tollayırlar başımıza. Yalanın qınamağa nə var? Qınayanların Allah balasına mənim çəkdiyim zülümləri çəkdirsin. Başımıza belə vururdu. Qappaz dıppız. Gülə gelirdin, qappaz. Tank, dıppız, tank. Ne var bir vakit çay vereceğim bize. Ne var ne gel vereceğim. Bir kendi sevin anadan olmuş bize. Bir kendi sevin anadan olmuş biz. Dini kınama kasap diye oturmuş istəyirlər bizdə. Ne bilirsiniz toxunacdan ne haberi var. Yıkılanı anca baltalıyor, yıkılanınca tapın, yıkılanınca taptalıyor. Ben ben deyirəm ha. Bu kim qardaş kimi, kim alqış kimi qəbul edir, eləsin. Kim ki məni qınıyır, mənim çəkdiyim zülümləri 1%'ni onlar çəksinlər. Tuturdu müəllim buramdan, saçımızın burasından. Belə, qulağımızdan tuturdu, qaldırırdı yuxarı. Qulağımızdan tuturdu, belə qaldırırdı. Gəl sən ağacda, niyə çıxırsan ora? Niyə yiyirsən o balamı? Tütünü yiyirsən. Yaxşı müəllimləri var idi. İnternet məktəblərinin adından Mehriban xanım hər il, mütəmadi hər il adəti olaraq internet məktəblərinə göndərir. Buta Sarayı'nda tədbirə görə 20 gün tədbir olur Buta Sarayı'da. Ayın 20'sindən ayın 3'üne kadar, 4'üne kadar, 5'üne kadar, dekabrın 20'sindən yanvarın 5'üne kadar tədbir olur Buta Sarayı'nda. Hər il 15 gün ərzində hər restoran, o restoranda tutursan 1000 nəfərli adam tuturdu o Buta Sarayı. Bu zonada, aeroport yolunun üstündə. Yazırdılar, 15 tane internet uşağı getirdi, 50 tane biz o yetimsələri, müəllimələrin yetimsələri getirdi. Hədiyəni alırlar onlara, bize hediye verəndə, yığırdı, hara gedirdi o hədiyələr bilmirdik. Hara gedirdi, hediye bilmirdik. Doğullar atırlar hökumətinizə, doğullar atırlar hökumətinizə, doğullar atırlar hökumətimiz yaxşıdır, yaxşı baxır. Amma məktəb direktorların 99
99% hamısı maşinik gibi işleyen adamlardılar. Ben bunu bir tecrübeli insan kimi, dünya, o hayat prosesi, hayatı yaşamış insan kimi ben bunu garantiyeli sübut edebilirim, deyirəm də. Mehriban xanım Əliyeva, Allah can sağlığı versin Mehriban xanıma, cana prezidentimizə. Məktub verir, nə bilirsinlər onlar? Hamı bir restoran şey gəzəndə ki, mən uşaq idim. Mehriban xanım gəldi bizim internat məktəbinə. Bizim sinifə girdi, bütün sinifə gəzəndə. Hamımız tutkayla büzüşmüşdü, oturmuşduq. Belə köhnə bir köhnülükiliydi. Belə bir atı var idi, Dələ babadan. Heç istilənmirdi. Gəldi əlimizdən tutku, ay bala, niyə belə günə qalmışsınız siz? Dedi, ay bala, soyuqdur sənə? Dedim, bəli, soyuqdur. Mən də iki baş bir uşaq idim. Dedim, soyuqdur, ay xanım, ay ana deyirdik də, biz hamıya ana deyir. Kim görürdü yanım? Nə ana ya? Ana nədir ya? Ana adam belə tutar. Mehriban xanıma deyirdik, ay ana, başı soyuqdur bizə, ona görə. Mehriban xanım gedəndən sonra pletkalar paylandı məktəblərə, əmr verildi ki, bu məktəb 2005-ci ildə əsas təmirlə uşaqların istifadəsinə verilsin, istifadəsinə. Gülməyə, gülənin başını gətirsin Allah. Lənkəranın bir internat məktəbi var idi. Müəllimələr uşaqları it damması alırdılar. Cibə eləyən uşağı it damması alırdı. Allah olan bala, çəkəcək, Allah çəkdirəcək onlara. Məni, belə vurur, Allah'ımızı başıma belə vururdu. İki mənim boyda, o boydan azaq olsaydı. Belə, yükümməl bir kişi. Allah Teala onun canını alanda sürüyordukka kimi, rəhilli kimi dünyadan öldürdü onu, rəhilli kimi. Ben ama onun o günde içtim, dedim ha ben ona hakkımı alalım. O beni bir gün, sen hiç bak o işi yanından çıkmazsa, bir tane Fidan adına kız var idi. Yalanın qat edir ki, divarı Zeydun Hüseyin yazıb divara. Ben de 6'da oxuyordum, 5'de oxuyordum belə, bilmirəm, 7'de oxuyordum, bilmirəm. Yanından çıxdım. Belə yazmışlar divarı. Dedi ki, Hüseyin yazıb. Fidan adına kız beni anlattı ki, Fidan'ın anası jurnalist idi. Todak da bu boyda neydi? Jurnalist kimiydi? Dal da bu boyda. Onu gördük ki, hürmet edildi ona. Yalana şey yaptım hep üstüne. Ona göre de müəllim bir gün beni, bak her de gelip, gedi duransı. Gedi sildiğini dedim, aynı evmerim olmur. Başıma baba ele vururdu. Böyle, baba ne tuturdu? Tank başıma. Tank başıma, get temizle. Gelirdim, silirdim, gelirdim, dirdim, temizlenmir ay müəllim. Başıma vururdu. Bir gün, səhərdən akşama kadar o beni çırpa, düz oranı temizletmezsen. Ne elədim, paraşutunu elədim, zeytun da elə pox şeydi ki, getmirdi, divardan getmirdi. Düşdüzə abonüsü getirir de bunu. Ben de uşaq bilmem neyini, belə batıp koyurdu başıma. Allah Teala onu öldürəndə, onu her bir kişi ya, istediğim ki, bir 2 metre boyu var idi, bir 150 kilo seksi var idi. Allah onu öldürəndə sülüftü kim öldürdü? Aranlıq riski, eləsini yıxılardı yerə də, və elə öldürdü Allah onu. Allah onun canını elə verdi, canını da verə bilmirdi. Yıkılırdı kalkırdı, ölürdü, can vermək istəyirdi, verə bilmirdi. Can vermək istəyirdi, verə bilmirdi. Elə gülməli deyil, elə mən ağlamalı deyil, Allah başına getirsin səni. Bax, elə zülümlər keçəcəkmişəm mən. Gülən Allah başına getirsin. Nəyə gülürsün? Mənim nəyimə gülürsünüz ki? Nə bilir, oturunuz istəyirlər bizdə. Ağzı üstü yerdə deyil. Nə bilərsin, nə var mı yox? İnternet yox. İnternet yaxşı şey, görmüşük. 97-ci ildən 2017-ci ilə, 2013-cü iləcən internet olmuşam mən. 16 il uşaq evindən düz internet məktəbini bitirənə qədər. Öldü, ağırda öldü, çıxdı, getdi. Və Allah Teala eləyir də, gec eləyir, düz eləyir. Başıma belə vururdu. Get təmizlə. Təmizlə bilməm, ay müəllim. Dang, özü o belə vururdu. Ürəyinlə vururdu, özü. Ürəyində de, gedindi.
Sokacakları çıkartacaklar. Sokacaklar çıkartacaklar. Sokacaklar çıkartacaklar. O bir dünyada seni. Geç. Geçimin ərzini yapma belə olur. Get. Doğulla yaxşı şey tapırlar. Doğulla atın hökumətin üstə. Doğunun atın hökumətin üstə. Hökumət baxacaq. Hökumət baxacaq. Hökumət baxacaq. Hökumət baxır. Allah hökumətimizdən razı olsun. Məktəb direktorları, bəzi müəllimlər baxmır. Baxmır. Yalanın üzü hamı mələk kimi görsənir. Hamı qəşəng görsənir. Bir adam duxu neydi? Orada üstü ki, yox müəllim belə eləyir. Vay. Konsert düzünə həzər qalacaqdı. Heç bir tədbirə getməyəcəkdik. Heç nə eləməyəcəkdik. Vəssalam. Zülüm qara. Türmə ondan yaxşıdır da internatdan. Türmə internatdan yaxşıdır. Mən elə oğluma sahib çıxıram deyənə bugünə qədər səbirli dözmüşəm. Dözürəm. Vay indi onun fəsadlarıdır. Başıma vururdular. Saçlarından bile tuturdu. Sıkırırdığım yere müəllim dartırdı. Heç vecə deyilib ki, amansız qatillər idilər. Amansız qatillər. Məni niyə atıblar? Mən sizə deyim niyə atıblar məni. Mən dünyaya gələndə rəxtinə doğmuşum uşaqlar. Mən rəxid olmuşam. Sinəm belə qabaq olub, anormal uşaq olmuşam, başım yekə olub. Ona görə də mən tullayırlar uşaq evlərində. Qurbam Allaha, Allah da bugünkü də məni bu üzrünü yaradıb. Allah'ıma bir şükür olsun, həmd olsun Allaha. Mən çıxdım, anamı da axtardım, atamı da axtardım. Heç birinə yaxın durmadılar. Mən də heç birinə yaxın durmuram. Allah Taala deyib, cənnət anaların altındadır, keçin analar doğsun, tullasın ki, cənnət anamın altında. Xeyr, elə hər